Salamlar, hər vaxtınız xeyir olsun. Bu videomuzda bugün 13 aprel 2025-ci ildə 9-cu siniflərin 1-ci zona üzrə buraxılış imtahan suallarının sürətli şəkildə izahlarını göstərəcəm. Bundan əvvəlki sonuncu paylaşdığımız videomuzda sadəcə olaraq mövzu adlarını qeydləmişdim və orada əlavə olaraq demişdim ki, hər 3 zonaya düşən mövzu adlarını aşağıda paylaşdığım link vasitəsilə daxil olub izləyə bilərsiniz. Həmin videoların hər ikisini ilk olaraq aşağıda qeyd etdiyim linklərdə yerləşdirmişəm. Sizlər daxil olub həmin mövzuların adlarını öyrənə bilərsiniz və imtahanlarınızda daha yüksək nəticə əldə etmək üçün həmin mövzulardan hansılardakı çətinliyiniz var, onları təkmilləşdirərək imtahanlarınızda daha yüksək nəticələr əldə edə bilərsiniz. Hər nə sualınız olursa, şərhlərdə və əlaqə nömrələrimizdə bütün suallarınızı göndərə bilərsiniz. Tez bir zamanda sizin suallarınızı cavablandıracağım. Burada birinci misalımız düzbucaqlığın uzunluğu 40%, enini 20% azaltdıqda sahəsi necə azalar? Bunun sadə həll üsulu var. Sadəcə olaraq istəyirəm ki, aydın şəkildə izah edeyim. Enini B, uzunluğunu A ilə işarə eləsək, biz faiz mövzusunda ədədi 100 olaraq qəbul edirik. 100A, 100B olaraq qeyd edirəm. Onda sahəmiz S bərabərdir A vur B, yəni 100 vurulsun 100, 10.000 AB olur. Daha sonra deyir ki, uzunluğunu 40, enini 20% azaltdıqda. Uzunluq 100'dür. 40% azaldanda 60 olur. 60A. Və eni 100'dür yenə. 20% azaldanda 80 olur. 80B. Onda bunun sahəsi nəyə bərabər olur? 60 vur 80'a. 6 vur 8, 48. 2 sıfırı da əlavə edirik. AB. Burada biz faizi çevirmək üçün elə sıfırları xəsər, yəni 100'ə bölsək sıfırlar getdi. Əvvəl 100 idi, indi 48 oldu. Arasında fərq nə qədərdir? 100'dən 48 çıxırıq. 10 çıx 8, 2, 9 çıx 4 də 5'ə bərabər. Yəni 52% nə olubdur? Azalıbdır. Əvvəl 100 idi, indi 48 oldu. 52% azaldı. Növbəti misalımız 58 nömrəli. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar sualını verir. Biz öyrənmişik ki, perimetr K asılıdır. Sahə K kvadrat asılıdır. Kvadratik yəni. Həcmdə K kubu, kubik asılıdır. Əgər tilini 2 dəfə azaltsa, onda həcmi 2'nin kubu 8 dəfə nə olar? Azalar. Həcm düsturunu bilmədən belə sadə şəkildə həll edə bilirsiniz. Yenə də V bərabərdir A kubu yazsaz, A'nı 2 dəfə azaltsaq, onda olacaq A bölü 2, onun kubu da bərabər olur. A kubu bölünsün 8. Əvvəl A kubu idi, indi A kubu böl 8 olur. Məxrəci 8 olduğuna görə 8 dəfə azalar. Növbəti 59 nömrəli misalımız həndəsənin əsas anlayışlarına aid bir misaldır. Burada açıq bucaq verilib. Açıq bucaq 180 dərəcədir. Daha sonra perpendikular qaldırılıb deyir. Deməli burası oldu düz bucaq 90 dərəcə. Bu tərəfdə də 90 dərəcə. Və burada OD şüası çəkilir. Bu hissədə qalan bucaq 25 dərəcədir. Buranı soruşur. Onda elə 90 dərəcədən biz 25 çıxırıq. 10 çıx 5, 5. 8 çıx 2 də 6'ya bərabərdir. Yəni neçə dərəcə elədi? 65 dərəcə oldu cavab. Növbəti 60 nömrəli misalımız m kvadrat çıxılsın 5n, çıx m'in, üstəgəl 5m, məxrəci isə 25 çıxılsın m'in kvadratı. Kəsirini ixtisar edin deyil. Birinci növbədə siz bilməlisiniz ki, burada m kvadratı ilə m'ni ortaq götürsək, onda yazılacaq m kvadratı, m'nin qarşısında hansı işarə varsa onu götürürük. M kvadratdan sonra gələn yox. Hansı ilə uyğun götürürəm? Onun qarşısında hansı işarə varsa onu götürürük. Minus m'in. Daha sonra burada mənfi 5n də yaza bilərəm. 5m'i qarşıya da götürə bilərəm. Yəni üstəgəl 5m yazıb mənfi 5n'i sonra yaza bilərəm. Yer dəyişmə elə bilərik. Eləməsəm də olar. Yəni eyni cavab alınacaq. Məxrəcdə olan 25'i biz rahatlıqla 5'in kvadratı kimi yaza bilərik. Çıxılsın m kvadratı bərabərdir. Sürətdə birinci ifadədə m ortaq vuruq çıxanda içəridə qalır m kvadratından m. Çıxılsın m'dən m'i mötərizət xaricindən çıxardıqda içəridə qaldı n. Üstəgəl burada hər ikisində ortaq 5 var. 5'i götürürük. Qaldı m çıx n. Və məxrəcdə də a kvadrat çıx b kvadrat. Yəni kvadratlar fərqi. A çıx b, a topla b. 5 çıx m, 5 topla m deyə qeyd edilə bilərik. Bu da bərabərdir. Sürətdə hər ikisində m minus n ortaq vuruq çıxarılır. İçəridə qalır burada m. Üstəki burada da 5. Məxrəcdə 5 çıx m. Bunu biz rahatlıqla yerlərini dəyişə bilərik. Vuruqların yerini dəyişsə hasil dəyişmir. Toplananların yerini dəyişsə cəm dəyişmir. M üstəgə 5 yaza bilərik. Yazmasam da fərq eləməz. Yəni bununla bu ixtisar gedir.
ve yekun cavab olarak m çıx n sürətdə, məxrəci isə 5 çıxılsın m olaraq qalır. Belə bir cavabımız var. B variantı. Növbəti misalımız 3 vurulsun x çıx 2 bərabərdir 6 tənliyini həll edin deyir. Bunu biz natural ədədlərdə də öyrənirik, bir məchul tənliklərdə öyrənirik. Sadə misaldır. Aşağı siniflərdə öyrənilən bir misaldır. Sadə olaraq necə eləyə bilərik? 3'ü neçəyə vurursak 6 eləyir 2'ye. Və x çıx 2 2 olması üçün x'in aldığı qiymət 4 olmalı. 4 çıx 2 2 2 vur 3 də 6'ya bərabər. Cavablardan da gedə bilərik. Bu tipdə misal açıq sual olaraq verə bilməz. Lap sadədir. Versə belə rahat. Tənliyi necə həll edirik bəs? X çıxılsın 2 bərabərdir 6. 3 ilə 6 x-a geçsə 2 qalır. Burada x çıx 2 bərabərdir 2. X də bərabərdir 2. Mənfikini sağa keçir. Topla 2. 2 topla 2 də x bərabər 4 olur. Növbəti 62 nömrəli misalımız tənliklər sistemidir və x'i tapın deyir. Alt alta toplasaq y ilə mənfi y ishak edir. 2x topla x 3x eləyir. 0 topla 6 da 6'ya bərabərdir. X də bərabər olur. 6 bölünsün 3 2. Növbəti 63 nömrəli misalımız y bərabər mənfi x topla 6 funksiyasının qrafiki üzərindədir. Bunun ən sürətli həll üsulu cavabları yerinə qoyub hesablamaqdır. Cavablarda misal üçün birinci cavabımız 6 sıfırdır, birinci x'tir, sonra sıfırdır. X'in yerinə biz 6 yazanda y 0 almalıdır. Mənfi 2 vurulsun 6 elədi, mənfi 12. Mənfi 12'nin 6, mənfi 6 ilə 0 eləmədi. Daha sonra B variant 4 ilə 9. Biz x'in yerinə 4 yazanda 9 cavabını əldə eləməlidir y. Mənfi 2'ni 4'e vuranda eləyir mi? Mənfi 8. Mənfi 8'in 6, mənfi 2 eləyir 9 eləmir. C variantı mənfi 3 və 0. Mənfi 2'ni mənfi 3'e vuranda elədi müsbət 6. Müsbət 6 ilə müsbət 6 12 elədi. Bu cavabda ödəmədi. Burada E variantını yoxlayaq. X'in yerinə 0 yazanda 5 cavabı almalıdır. X'in yerinə 0 yazdı. Mənfi 2'ni 0'a vuranda 0 elədi. 0 topla 6 da 6'ya bərabərdir. 5 cavabı olmadı və son ümid D'ye qaldı. Mənfi 5 cavabını yeni yazanda mənfi 2'ni mənfi 5'e vuranda olur mu müsbət 10? Çünkü mənfi 2 vur mənfi 5 mənfi müsbətləşir 2 vur 5 də 10'a bərabərdir. 10 topla 6 16 cavabı. Elə cavabımız elədir D variantı. Növbəti 64 nömrəli misalımız ən kiçik ortaq bölünən 18 ilə 36'nı tapmalıyıq və ən böyük ortaq bölünən 10 ilə 11 hesablamalıyıq. Biz birinci ifadədə görürük ki 18 və 36'da 36 ilə həm 36'ya bölünür həm də 18'e bölünür. Deməli birinci ifadənin qiyməti 36 eləyir. Üstəgəl əbub 10 11'də 10 ilə 11 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbubu 1'ə bərabərdir. Əkobu isə A vur B'yə bərabərdir. Yəni 10 vur 11 olmalıydı. Əbobda isə sadəcə o 1'dir. 36 topla 1 də 37'yə bərabərdir. 65 nömrəli misalımız 6 aprel tarixində də eyni ilə bu tipdə misal düşmüşdü. Orada daha sadə formadaydı. Yazılmışdı ki m bölünsün 8 bərabərdir 10 bölünsün n. M'in hasilini soruşurdu. M'in çarpaz vururduk. M'in bərabər olurdu 8 vur 10 80'a. Yəni çox sadə bir misal düşmüşdü. Burada da demək olar ki sadə misaldır. Yəni çətin misal deyil. X bölünsün 5 bərabərdir 21 bölünsün 15. Çarpaz vurduqda 15x bərabərdir 5 vurulsun 21. Bu hissədə 15 ilə 5'e x çarparsaq burada qalır 3x bərabər 21. 3 ilə 21'i yaparsak ise 7 qalır. X bərabər olur 7'ye. Bu şəkildə də hesablaya bilərsiniz. Bir də belə hesablaya bilərsiniz. 5'dən 15 necə yarandı? 5'i vurublar 3'ə. X'i də 3'ə vuranda 21 alınmalıdır. Onda 21'i bölürük 3'ə 7 cavabını ödüyor. Növbəti 66 nömrəli misalımız ilk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalı tapın. İlk 10 natural ədəd dediyinə görə 10 dənə ədədimiz var. Bunlardan hansı sadədir? Yadınıza saxlayırsınız ki 1 nə sadə nə də mürəkkəb ədəddir. Ən kiçik sadə ədəd 2'dir. Daha sonra 3 sadə ədədlər nəyə deyil edir? Özünə və 1'ə bölünənlər. 5 6 değil 7 9 da değil. Bakın 9'u karıştırırsa 9 3'e bölünür. Ona göre sade değil, mürekkeptir. 2, 3, 5, 7, 4 tanesi. 10'dan 4'ü. Bu da ixtisar gedir. 5'te 2 cevabını alırsınız. 0.4 diye de qeyd eləyə bilərdi. Burada qeyd edilib 5'te 2 cevabımız eləyir E variantı. Növbəti 67 nömrəli misalımız. Bu testin həllini biz bir çox misallarda tətbiq eləmişik. Bunlardan biri bakın bu şəkildə verilən bir figurda. Burada x, burada alfa, beta ve gamma olarsa x'i tapın deyəndə x nəyə bərabərdir? Alfa üstəgəl, beta üstəgəl, gammaya. Bu şəkildə də bu hissədə ABO'nu verib 22 dərəcə,
ACO'nu verib 28 dərəcə. Əgər bu hissədə alfa bucağı olarsa, bu 2 alfa olmurmu? Həmçinin bu göz də 2 alfa olur. Deməli, burada daxilə çəkilmiş bucaq alfa olduqda mərkəzi bucaq və göz 2 alfa olur. İndi bu qaydaya görə burada necə hesablaya bilərik? Alfa üstəgəl 28 üstəgəl 22 bərabər olmalıdır 2 alfaya. 2 alfa çıxılsın. Alfa da alfaya bərabərdir. Yəni alfamız neçə dərəcə eləyir? 50 dərəcə. Növbəti 68 nömrəli misalımız. Tərəfi 12 olan kvadratın perimetrini hesablayın. Məncə çox sadə misaldır. Tərəfi 12-dirsə, perimetri P bərabər 4A'ya, 4 vurulsun 12, o da elədi 48. Çox sadə tipdə bir misal verilibdir. Növbəti 69 nömrəli. Bunu biz kəsirlərdə də öyrənirik, həqiqi ədədlərdə də öyrənirik. Sadə bir tipdə misaldır. Deməli, yazılıb ki, 56 vurulsun mənfi 15, məxrəcdə də 14 vurulsun, 20 çıxılsın 5 vurun. Biz onu artıq 20 çıxılsın 50 yaza bilərik, elə deyilmi? 5 vurun 50 və salam. Bu da bərabərdir. Bu hissədə bilmirəm, üstündə nəsə varmı? Bəlkə də var. Burada qaralama kimi düşübdür. Bu şəkildə hesablayıram, görüm cavab alınırmı? 56 vurulsun mənfi 15. Məxrəcdə də 14 vurulsun 20-dən 50 çıxanda çıxmaq olmur. 50-dən 20 çıxırıq, mənfi 30. İndi burada 30 ilə 15-i ixtisar aparıram. Mənfilər getdi. Məxrəcdə qaldı 2. 14 ilə 56-nı da ixtisar aparsam elə 4 dəfə eləyir. 4 vur 4, 16, 4 vur 1, 4. Bir ya da 5, 56 eləyir. 4 dəfə. 4 bölü 2-də 2 cavabını əldə edirik. Yəqin ki, üstündə heç bir ədəd yoxdur. Əgər ədəd varsa, onda həlli başqa ola bilər. Hal-hazırda ədəd olmayan formada hesabladım. Cavab olur 2. Əgər başqa bir ədəd varsa, onda fərqli cavab alına bilər. Növbəti 70 nömrəmizə çoxədli vuruqlara ayırın deyir. C vurulsun x topla y minus D vurulsun x topla y. X topla y'ləri biz ortaq vuruq çıxarsa içəridə qalır C çıx D. X topla y, C çıx D. Yerlər dəyişə bilər. C çıx D, x topla y yazıla bilər. Növbəti 71 nömrəli misalımız əvəz olunmaz çoxluqlar mövzusu. Burada A bərabərdir. Elementləri 1, 2, 4, 5, 6. B də 0, 1, 2, 3, 5. C 0, 1, 3, 6 çoxluqları üçün A kəsişir B. A ilə B'nin kəsişməsi ortaqları 1 var, burada da 1 var. 2 var, burada da 2 var. Və daha sonra 5 var, burada da 5 var. Deməli 1, 2, 5'dir ortaqları. Çıxırıq C'ni. Yəni bunların kəsişməsində olub C'də olmayanlar. Kəsişmədə olanlar 1, 2, 5'dir. Baxıb görürük ki, burada 1 var, 2, 5 yoxdur. Onda cavabımız edir 2, 5. Növbəti misalımız 72 nömrəli. AB üstəgəl BA 88 vurulsun A çıx B şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Yanınıza gəlirmi? A, B, C belə ədəd veriləndə biz yazırdıq 100A üstəgəl 10B üstəgəl 1C. Burada da eyni qaydada AB, BA deyilmi? Yazmalıyıq 10A üstəgəl 1B üstəgəl 10B üstəgəl 1A bərabərdir 88 vurulsun A çıx B. Hələ ki bunu vurmuram. Belə saxlayıram olduğu kimi. 10A ilə 1A elədi mi? 11A üstəgəl 1B ilə 10B elədi 11B bərabərdir 88 vurulsun A çıx B'yə. Burada ortaq qrup 11 çıxaranda A üstəgəl B bərabərdir 88 vurulsun A çıx B. 11 ilə 88 ixtisar gedir. 8 qalır burada. Və nəticədə alınır. A üstəgəl B bərabər 8 vur A 8A. 8 vur mənfi B çıx 8B. Və bu hissədə biz A'ları bir tərəfə, B'ləri bir tərəf keçirsək, B'ni sola keçirsəm müsbət olacaq. Ona görə B üstəgəl 8B yazıram. 8A bu A'nı sağ tərəf keçirirəm. Çıx A. Və nəticədə nə alındı bu hissədə? 9B bərabərdir 7A. Görürük ki, burada 9 və 7 qarşılıqlı sadə ədədlərdir. Bunlar nə vaxt bir-birinə bərabər olar? B'nin ən kiçik qiyməti 7 olanda A'nın ən kiçik qiyməti 9 olanda. 9 vur 7 elədi 63. 7 vur 9 da 63. Bərabərlik ödəndi. Hansı qiymətlərində? A'nın 9, B'nin isə 7 qiymətindən. Bizdən elə 2 rəqəmli AB ədədini tapın deyəndə A'nın yerinə 9, B'nin yerinə də 7 yazırıq. Cavabımız elədi 97. Növbəti 73 nömrəli misalımız düzbucaqlı koordinat müstəvisinə aid bir misaldır. Qeyd olunur ki, qarşı təpələrinə biri koordinat başlanğıcında, digər isə 8-8 nöqtəsi olan kvadrat deyir. Çox rahat deyilmi? Bunu biz y işarələdik. Bunu da x işarələdik. Koordinat başlanğıcı O00 nöqtəsi buradadır. Və deyir ki, 8-8. 8 burada, -8 də burada. Bunların kəsdiyi nöqtə buradadır. Və burada əmələ gələn kvadratın deyir,
sahəsini hesablayın. Əgər buradan bu isə 8-dir, aşağıda təbii ki 8-dir. Mənfi 8 uzunluq olaraq 8-dir. Burada 8-dir və s nəyə bərabərdir? A kvadratına, yəni 8-in kvadratı 8 vur 8, 64-ə bərabərdir. Bu misalın həlli. Növbəti 74 nömrəli misalımızda ifadəsinin qiymətini hesablayın deyir. Biz 2-ni içəriyə vururuq. Biz burada mötərizə xaricində verilən 2-ni bir içəridəkilərə vururuq. Birincidə vuranda 2 ilə 2 ixtisar gedir, qalır 2 tam %85'in kvadratı üstəgəl. İkincidə yenə 2'lər ixtisar gedir, qaldı 7 tam %15'in kvadratı üstəgəl. Və üçüncü ifadədə 2 vurulsun 2 tam %85 vur 7 tam %15. Ve burada görürük ki bu a kvadratıdır. Üstəgəl bu b kvadratı. Üstəgəl bu da 2 vurulsun a vur b. Bu neyin açılışıdır? A üstəgəl b'nin kvadratı. Yani c'nin kvadratı. Bizde onda c'nin kvadratı 2 tam %85 üstəgəl 7 tam %15'in mötərizə kvadratı. Bu da neye beraber olacak? 5 toplu 5 10. 8 topla 1 9. 1 yadda 10. 2 topla 7 9. 1 yadda 10. Yine virgül de yazsak 10'un kvadratı olur. 10'un kvadratı da neye beraberdir? 100'e. Növbəti misalımız 75 nömrəli misal. X, Y, Z natural ədədlər üçün x vur y 6, y vur z 18 olarsa, x topla y topla z cəminin ən kiçik qiymətini hesablayın. Bunun həllini necə edəsik? X vur y bərabərdir 6, y vur z də bərabərdir 18. Bu hissədə fikir verin. Biz neçə vuranda 6 eləyir? Həmişə ən aşağı, ən balaca ədəddən başlayın. 1 vur 6 bərabər olur 6'ya. Elə deyilmi? Bu hissədə x ve y'in yerindəysək 6 vur 1 bərabərdir 6'ya. Daha sonra 2'ye gedirik. 2 vurulsun 3 elədi 6. Yerlərdəysək 3 vur 2 elədi 6. Növbəti hasilimizdə y vur z bərabər 18. 1 vur 18 bərabərdir 18'e. Eyni zamanda 18 vurulsun 1 bərabərdir 18. Daha sonra 2 vurulsun 9 bərabərdir 18. 9 vur 2 bərabərdir 18'e. Ve 3 vurulsun 6 bərabərdir 18. 6 vurulsun 3 də bərabər olur 18'e. Bu cavabların hər biri hasili ödəyir. Bizə lazımdır x, y, z cəminin ən kiçik qiymətini tapmaq. Burada birinci növbədə x'in yerinə 1 yazsaq, 1 üstəgəl, y-ə 6 və bu hissədə y 6 qiymətini aldıqda z 3 qiymətini alır. Üstəgəl 3. Bunların cəmi neçəyə bərabərdir? 1 topla 6 7, 7 topla 3 də 10'a bərabər və yaxud da 3 topla 1 4, 4 topla 6 10'a bərabərdir. Mənə görə ən balaca qiymət bu olacaq. Yenə də şifahi olsa da yoxlayaq. X'in yerinə 6 yazsam, y 1 qiymət, yəni eyni qiymət alır. 6 topla 1 elədi 7. Və indi görürük ki, y-in 1 qiymətinə z 18 cavabını alır. Təbii ki 18 böyük ədəddir axı. Ən kiçik qiymət lazım bizə. Bunu ləğv elədik. 6 1 ola bilməz. 2 3 olanda 2 topla 3 elədi mi 5. İndi baxırıq ki y-in 3 qiymətinə z 6 almalıdır. 5 topla 6 da 11'e bərabərdir. Cüzi fərq ilə yenə də kiçik qiymət olmur. Böyük qiymət olur. 11 10. 11 oldu. Bu isə 10 olmuşdur. Növbəti 3 və 2 qiymətində biz əgər növbəti 3 və 2 qiymətində 3 topla 2 yenə 5 elədi. Y-in 2 qiymətində z 9 almalıdır. 3 topla 2 elədi 5. 9 üstəgəl 9 da 14'e bərabərdir. Təbii ki bu da böyük cavab aldı və bu halda ola bilməz. Bunların arasında ən kiçiyi 10 qiymətini ödəyən 1 6 3 oldu. Ən kiçik qiymət də 10'a bərabərdir. Növbəti 76 nömrəli misal. Bərabər tərəfli LMN üçbucağın sahəsi bərabər tərəfli ABC üçbucağın sahəsində 16 dəfə böyükdür deyir. 16 dəfə. PABC 9 olarsa LMN üçbucağının tərəfini tapın deyir. Şəkillərsiz hesablayacağım. Deyir ki, sahələr nisbəti, yəni S bölünsün S1 bərabərdir K kvadratına. O da bərabərdir 16'ya. Onda burada K'mız 4 eləmirmi? Kök 16'dan 4 çıxır. Və perimetrlər nisbəti P bölünsün P1 bərabərdir yazırıq. Burada kiçik tərəf PABC'nin, yəni 9 olduğuna görə onu məxrəcə yazıram. Sürətdə də X bərabərdir K'ya. K da 4'e bərabərdir. Onda X də bərabər olur. Çarpaz vurduqda X vur 1 X, 9 vur 4 də 36'ya bərabərdir.
Növbəti 77 nömrəli misalımız x, y bölünsün x toplu y ifadəsinin qiymətini hesablayın. Birbaşa qiymətlərin yerini yazıram. 5 çıxılsın 2 kök 6 vurulsun 5 üstəgəl 2 kök 6. Məxrəcdə də olanın cəmi yazıram. 5 çıx 2 kök 6 üstəgəl 5 topla 2 kök 6. Burada mənfi 2 kök 6 ilə müsbəti islah olunur. Yuxarıda isə a çıx b, a topla b. Yəni nəyin açılışı olur bu? Ən çox istifadə etdiyimiz kvadratlar fərqi a kvadrat çıx b kvadrat. Yəni yuxarıda olur 5-in kvadratı çıxılsın 2 kök 6-nın kvadratı. Məxrəcdə isə 5 üstəgəl 5 10-a bərabərdir. Bu da bərabərdir. Surətdə 5-in kvadratı elədir mi? 25. Çıxılsın 2-nin kvadratı 4. Kök 6-nın kvadratından elə kök 6 çıxır. 6 6 36 36-dan 6 çıxır. Belə də deyə bilərsiniz. 6 məxrəcdə 10. 4 vur 6 elədi 24. 25-dən 24 çıxanda cavab oldu 1 böl 10. Onda 1. Bu da açıq tipli misal olduğuna görə 0,1 cavabını qeyd edirsiniz. Devam edirik. Yekun olarak 4 misalımız kaldı. 79-81 tapşırıkları değil cevap vərəqlərində cevaplandırın. Birinci məsələmiz 2 yeşikdə birlikte 50 kilogram qənd var. Her gün birinci yeşikdən 3 kilogram, ikinciden 2 kilogram qənd götürürlərdir. 6 gündən sonra yeşiklərdən bərabər miqdarda qənd qalardır. Əvvəlcə birinci yeşikdə neçə kilogram qənd var idi? Məsələni tənlik veya tənliklər sistemi qurmaqla həll edin. Birinci növbədə 2 yeşik olduğuna göre bunu biz birinci yeşik, bunu da ikinci yeşik diye qeyd edə bilərik. Bunlarda bir yerdə cəmi 50 kilogram qənd var. Və bunlarda ümumi çəkilər bilmədiyimizə görə x, y diye qeyd edə bilərik. Tənliyimizin birinci qanadı olur onda. X üstəgəl y bərabərdir 50. İndi məsələn şərtində deyilir ki, hər gün birinci yeşikdən 3 kilogram qənd götürülür. Ve bu 6 gün devam ettirilir. Deməli 3 kilogram götürürüksə 6 gündə 3 vurulsun 6 bərabərdir 18 kilogram götürürük. Y-dən yəni ikincisindən isə 2 kilogram qənd götürür. 6 gündə 2 vurulsun 6 bərabərdir 12 kilogram. Və bərabər sayda qalar deyir. Bərabər sayda necə qalar? X çıxılsın 18 bərabər olur onda. Y çıxılsın 12'ye. Bu da bərabərdir. Yuxarıdakı tənlik olduğu kimi yazıram. Aşağıda x, y sol tərəf keçirəndə çıx y bərabərdir. Burada var mənfi 12, mənfi 18. Sağ tərəf keçirəndə müsbət 18 olur. Və bu hissədə bu da bərabər olur. Birinci tənliyimiz x üstəgəl y bərabərdir 50. İkinci aşağıdakı tənliyimiz x çıx y bərabərdir 18'dən 12 çıxırıq. Böyüyü 18'i modulca böyükdən modulca kiçiyi çıxıb böyüyün işarəsini yazırıq. Elədir cavabımız 6. 6 toplama yaparsaq y'lər gedir. 2x bərabər 50 topla 6 elədir. 56. 5'i 2'ye böləndə 2. 16'da da 8. 28 kilogram. Deməli birinci yeşikdə 28 kilogram var. İkinci yeşiyi soruşsa ilə 50'dən biz 28'i çıxa bilərik. Ondan 8 çıxanda 2. 4'dən 2 çıxanda 2. 22 kilograma bərabər oldu. Birinci yeşikdə 28 kilogram, ikincisində isə 22 kilogram qənd var imiş. Elə bizdən birincini soruşur. Cavabımız eləyir 28. Növbəti misalımız 79 nömrəli. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır deyir. Deməli 3 qəpik gəlir əldə edir. Gəlir. 12 alıb 15'e satır. Satış zamanı 5 dənə şar partlayıbdır. Yəni bu ziyan olur 5 şar. Ve o bütün şarları algı satışında 6 manattan çok gelir elde ediyordu. Bu hissədə diqqətli olun. Fikir verin. 1 manat 2.50 qəpik. 2 vur 50 qəpik. O da neçə eləyir? 100 qəpik. Onda 6 manat 6 vurulsun 100. O da bərabər eləyir 600 qəpik. Fikir verin. 6 manatda 600 qəpik var. Ve bu 600 qəpik kazanmak üçün neçə dənə 3 qəpiklik şar satmalıdır? Onda biz x vurulsun 3 bərabərdir 600 yaza bilərik. Yəni x bərabər 600'ü bölə bilərik 3'e. X də bərabər olur 6 bölü 3 2. Sıfırladı qeyd edilir. 200 şar satıbdır. Ve burada sonda qeyd edilir ki en azı neçə şar alıp satmışdır. Bakın 200 şar satılsa 600 qəpik o əldə edilir. Ama məsələdə deyilib ki 5 şar partlamışdır. Onda biz 200'ün üstüne 5 əlavə eləməliyik. En azından 205 dənə satmalıyıq. Növbəti 80 nömrəli misalımız qeyd olunur ki, düz bucaqlı üçbucağın katetlərindən biri digərinə 2 cm böyükdür, hipotenuzda isə 2 cm kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın.
Düz bucaqlı üçbucaq. Katetlerinden biri o birinden 2 cm büyükse birini onda x yazsam o birisi x.2 olmur mu? Hipotenuzdan 2 cm küçükse onda x üstəgəl 2 üstəgəl 2 yani x üstəgəl 4'e beraber değil mi hipotenuzu? Ve burada bizden hipotenuzun uzunluğunu soruşur. Katetlerin kvadratları cəmi hipotenuzun kvadratına beraberdir. Ve burada katetler x kvadratı üstəgəl x üstəgəl 2'nin kvadratı beraberdir. X üstəgəl 4'ün kvadratına. İndi bu da neye beraberdir? X kvadratı üstəgəl x kvadratı üstəgəl 2 vurulsun 2x yani 4x üstəgəl 2'nin kvadratı 4 beraberdir. Bunun açılışı x kvadratı üstəgəl 4x vur 2 8x üstəgəl 16. Ve burada sağ tarafta olanları da hamısını sol taraf geçsem x kvadratı üstəgəl x kvadratı elədi 2x kvadratı çıx x kvadratı. Burada var 4x çıx 8x. Burada var 4 çık 16 beraber 0. 2x kvadratına x kvadratı çıxanda qaldı x kvadratı. 4'ten 8 çıxanda elədi mənfi 4x. 4'ten 16 çıxanda elədi mənfi 12 beraber 0. Diskriminantı getmirsiniz. Viyetlə hesablayırsınız. Viyet teoremine göre a beraber 1 olduğundan x1 vurulsun x2 beraberdir c'ye. O da beraber mənfi 12'ye. x1 topla x2 de beraberdir b'ye x işareyle. Yani burada olur mənfi 4'tür. X işareyle x işare gelecek müsbət 4. İçərini içə vuranda 12 eləyir. Bir çox qiymətlər var. Onlar arasında cəmi 4 olan olmalıdır. 4 olan əlbəttə ki 6 ilə 2'dir. Biri mənfi olmalıdır. Cəmi müsbət 4 olması üçün onda biz mənfi 2 yazmalıyıq. x1'imiz elədi 6. x2'miz bərabərdir mənfi 2'yə. Mənfi cavabı əlbəttə ki saymırıq. Çünki tərəf mənfi ola bilməz. İndi x'in cavabı 6 elədi. Kiçik katet 6 oldu. 6 topla 2 8 büyük katet oldu. Ve elbette ki 6 üstəgəl 4 de ona beraberdir. Ve son olarak 81 numaralı meselemiz kaldı. Burada şekilde verilen figurda BC parçası merkezi O noktasında olan yarım çevrenin diametridir. Ve BC göğsünün uzunluğu 4 pi'dir. BC göğsünün uzunluğu 4 pi'dirsə bu özü çevre değil mi? Yarım hissəsi bu tarafta qaldı. 4 pi bu tarafta da 4 pi olur. Onda cəmi eləyir 8 pi. Çevrenin uzunluk düsturu necə idi? L beraberdir 2 pi r. O da beraber olur 8 pi'ye. Daha sonra deyil OA 6'dır. O'dan A'ya indirilen hündürlük. Siz bilməlisiniz ki ümumilikdə çevrenin xaricindən bir nöqtədən bu çevreye 2 toxunan çəkilir ve toxunanlar birbirine beraberdir. Biz buradan bildik ki bu beraber yanlıdır. Onsuz da bu qeyd olunub ki AB bərabərdir AC'ye. Belə də beraber yanlı olduğunu bilirik. Ve beraber yanlı üçbucaqda oturacağa endirilmiş hündürlük hem temböləndir hem de mediandır. 6 ile hündürlüğe beraber olacak. Ve sonunda deyilir ki bu figurun sahəsini hesablayın. Burada bu figurun sahəsini hesaplamak için birinci növbədə L beraber 2 pi r, o da beraber 8 pi. Burada biz radiusu tapmalıyıq. Pi'ler ixtisar gedir. 2 ile 8 ixtisar gedən 4 kalır. Radius beraber olur 4'e. Deməli OC 4 elədi. O da 4'e beraber oldu. Biz burada yarım dairenin sahəsini tapmak için uzunluq 2 pi r'dirsə S beraberdir pi r kvadrat değildi mi? Biz rahatlıkla pi r kvadratı ilə sahəni tapıp 2'ye bölə bilərik. Veyahut da yarım daire lazım olduğuna göre bize bu hissə lazım olduğuna göre bakın burada kalan hissə. Birbaşa pi r kvadratı böl 2 de yazabilirik. Bu da neye beraber olacak? Pi vurulsun. Pi'nin qiymətini vermiyor. Ona göre pi'nin olduğu kimi saxlayırıq. Radiusu 4 tapdı. 4'ün kvadratı elədi 16 böl 2. 16 ile 2 getirsə 8 kaldı. Cavab elədi 8 pi. Deməli burada qalan hissə 8 pi'dir. Və qaldı üçbucağın sahəsini hesablamaq. Üçbucağın ən məşhur sahə düsturu S üçbucaq bərabərdir 2'də 1 AH. Yəni hündürlüğü oturacağı vurup 2'ye bölürük. Burada biz radiusu 4 tapdıq. Digər radiusu da 4 olduğuna oturacaq eləyir 4 4 8. Onda S üçbucaq nəyə bərabər olur? 2'də 1 tərəf yəni oturacaq 8 vurulsun. Hündürlük də özü veribdir 6 cm. Burada 8 ile 2'ni ixtisar yaparsak 4 vur 6 kalır. 4 vur 6 da 24'e beraberdir. Deməli bizden bu figurun sahəsini soruşurdu. Burada verilmişti belə beraber yanlış üçbucaq. Burada da daire. Bu yarım dairenin sahəsi elədi 8 pi. Üçbucağın sahəsi də elədi 24. 8 pi üstəgəl 24 veyahut da 24 üstəgəl 8 pi də qeyd edə bilərsiniz. Hər iki cavab doğrudur.
Beləliklə, bugün 13 aprel tarixində keçirilən 9-cu siniflərin 1-ci zona üzrə buraxılış imtahan suallarının hamısının izahlarını verdim. Növbəti videolarımızda artıq 2-ci və 3-cü zonaya hansı tipdə misalların düşmə ehtimalı daha çoxdur, hansı mövzular və hansı mövzulara daha çox üstünlük verilməlidir, bu barədə videolarımız olacaqdır. Təbii ki, videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.